Balakən şəhərinin Qazimə kəndində həyətyanı iftisasça çıxarılır. Hər tərəfdən gördüyünüz kimi dəmir hasar alınıb. Həyətin girəcəyinin sol tərəfində belə açıq bir navesti var. Qeyd etdiyim kimi hər tərəfdən dəmir küclə hasar alınmışdır. Dəmir turbalardır, bastırıqları möhkəm şəkildə hasarlanmışdır. Yeni tikili evdir. Bir neçə cür meyvə ağacları əkilib. Torpaq səviyyəsindən 8 pilləkən hündürdə tikilmişdir. Girəcəkdə belə bir açıq balkonlu yeri metlaqdır. Girəcəkdə dəmir seyfli qapıdır. Yeni tikilidir. Yani evde yaşayış olmayıb. Girəcəyin yenə sol tərəfində belə bir geniş otaqdır. Dört tane iri otaq vardı. Gördüğünüz gibi yeri şam taxtadır. Pəncərələr də çuçayla plastikdir. Bu hissədə deməli ayaq yolu haman kimi nəzərdə tutulmuşdur. Bura təmirsizdir. Deməli bir dana endi koridordur, 4 otaqdır. Kubcalıdır. İşıq xətti çəkilmişdir. Say ağacı yerləşdirilibdir. Qazla su xətti çəkilməyib. Yan tərəfdə